Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman aparatının təşkilatçılığı ilə Konstitusiya və suverenlik ili çərçivəsində əsas qanunun 25-ci maddəsi üzrə bərabər hüquqlar və inklüziv cəmiyyət mövzusunda tədbir keçirilib. Tədbirdə Ombudsman aparatının, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları iştirak edib. Ombudsman aparatının əməkdaşı Elnara Hüseynova insan hüquq və azadlıqlarının təmin olunmasının, bərabərlik prinsipinin həyata keçirilməsi və inklüziv cəmiyyətin formalaşdırılmasında oynadığı fundamental rolu vurğulayıb. Bu çərçivədə təşkil olunan tədbirin əhəmiyyəti barədə məlumat verib. Tədbirdə gender bərabərliyi və qadınlara qarşı zorakılığın qarşısının alınması, əlilliyi olan şəxslərin bərabər imkanlara çıxışı və bərabərlik hüququ, yerli təcrübə və tədbirlər mövzularına da toxunulub. Çıxışlar zamanı gender bərabərliyinin təmin olunması və qadınlara qarşı zorakılığın qarşısının alınması, əlilliyi olan şəxslərin bərabər imkanlara çıxışının təmin edilməsi, bərabərlik hüququnun tətbiqi üzrə təcrübə, habelə aidiyyəti qurumları tərəfindən həyata keçirilən kompleks tədbirlər iştirakçıların diqqətinə çatdırılıb. Sonda Konstitusiya və suverenlik ilinə həsr olunan video çarx nümayiş etdirilib və mövzu ətrafında fikir mübadiləsi aparılıb.